Xoş gördük, əziz tamaşaçılar. May ayı doğrudan da rəngarəng bir aydır. Yəni, mütləq qeyd eləməsəm olmaz ki, may ayında çox maraqlı tamaşalar ərsəyə gəldi. Onlardan biri də Firəngiz xanımın Tərlimovanın benefis tamaşası olan Varlı Qadın tamaşası oldu ki, bu tamaşaya nəhayət ki, mən də baxdım və əlbəttə ki, Sabir müəllim, Respublikamızın xalq artisti və Firəngiz xanım Tərlimova tamaşada çox gözəl obrazlar yaratdılar. Benefis tamaşa kimi yadımızda qaldı və hər ikisini təbrik edirəm. Ümumiyyətlə, bütün kollektivi təbrik edirəm. Və may ayında daha bir maraqlı hadisə oldu mənim üçün. Deməli, Musiqili Komediya Teatrında İradə xanım Gözəlivanın müzikal tamaşası, necə deyərlər, tamaşaçılara təhvil verildi. Səhv eləmirəmsə, Astrovskinin əsəri üzərində qurulan bir tamaşa idi, qeyri-adi bir tamaşa idi və bilirsiniz ki, onun Qadının tamaşası haqqında da mən yazmışam, Qadının tamaşasını da təqdim eləmişəm mediada və nəhayət ki, artıq yeni bir tamaşada İradə xanımla Kimdir Müqəssir tamaşası da tamaşaçılarımızın ixtiyarına veriləcək ki, onu da təbrik edirəm və mənə elə gəlir ki, may ayının ən gözəl hadisələridir ki, biz həm baxacağıq, həm müzakirə edəcəyik, həm də zövqümüzü oxşayacağıq. Bugün yenə də həmişə qeyd edirəm ki, maraqlı qonaqlarım var. Bugün də teatr və kino aktrisası. Yəni, mən onu sevdim. Hansı filmdən sevdim, hansı tamaşadan sevdim, əlbəttə ki, onu açıqlayacağım. Bizim sevilən aktrisamız Xalidə xanım Əlməmmədova bugün mənim qonağımdır. Xalidə xanım, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Mən tamaşaçılarımıza da indi məlumat verdim. Mən sizi bir filmdən gördüm və yaddaşıma yazdım. O film haqqında da ətraflı danışacağıq. Xalidə xanım, necəsiz? Bax, bir may ayında, bir yazdan yaya doğru gedirik. Əhval-ruhiyyə necədir? Əlhəmdülillah. Çox sağ olun dəvətinizə görə. Çox yaxşıyam, əhval-ruhiyyəm də gözəldir. Teatrda tamaşalarımız olur. Tamaşasız bizim bir günümüz olmasın. Amin. Tamaşa varsa demək bizim əhvalımız çox gözəldir. Amin. Yeni tamaşanı təhvil verəcəyik inşallah. Nicatın hazırladığı Şəhnaməni. Nicat Kazımov. Bəli. Böyük bir qrupa ilə çalışırıq. Aktyor heyəti ilə. Hələ sosial şəbəkələrdə Nicat müəllim paylaşmayıb. Aha, indi Yəqin bizə sürpriz. İnşallah ki, böyük bir sürprizdir. Gözəl bir layihədir, gözəl bir işdir. Aha, İlqar Fəhminin qələmə aldığı Şəhnamə əsəridir. O tamaşada cəmi 2 qadın obrazı var. Biri Səbinə Məmmədova, bir də mən Xalidə Məmmədova. Bəli. 2 nəfər oynuyorsunuz. Xeyr. O Böyük qadın obrazı. Böyük heyət kişilərdir. Böyük heyət. Tamam, onu qısaldıb 2 nəfər qadın. Yox. Böyük heyət kişidir, 2 nəfər də bizik. İnşallah ki, uğurlu olar. Növbəti uğurlu tamaşalarımızdan birinə çevrilər və uzun müddət də yaddaşlarda qalar. Artıq məşqlər gedir. Bəli, təhvilə doğru gedirik. Amma dəqiq bir vaxt deyə bilmərəm ki, hansı bir tarixdə təhvilə gedəcəyik. Onu mən də özüm bilmirəm. Amma məşqlərimiz davam edir. Xalidə xanımı tanımayanlar üçün müəyyən bir kütlə var ki, teatrallar əlbəttə ki, biz tanıyırıq. Amma müəyyən bir kütlə var ki, müəyyən bir insanlar var ki, onlar sizi tanımır. Mən istəyirəm bir balaca məlumat verin özünüz haqqında, doğulduğunuz məkan haqqında, ümumiyyətlə sənətə gəlişiniz haqqında. Sizə maraqlıdır. Danışım da. Mən Xaçmaz rayonunun Qaraqurtdu kəndində anadan olmuşam. Qaraqurtdu. Qaraqurtdu. Bəli. Gözəl adı var. Qaraqurtdu. Bəli. Mən kəndimdən, torpağımdan, elimdən, obamdan fəxr eləyən bir insanım. Nə gözəl. Nə yaxşı ki, mən elə Xaçmazda doğulmuşam. 3 nömrəli orta məktəbi bitirmişəm tam. Orada Xaçmazda. Bəli, Xaçmazda. Bizim kənddə məktəb yoxdur. Kəndlə rayon bitişikdir. Yəni ki, az bir kilometr var. Biz hər şey üçün Xaçmaza gedirik. Demək belə. Bilirəm də, mən bizim Naibə xanımın bağı Nabrandadır. Bəli. Biz də Nabrana gedəndə Xaçmazda bazarlıq edib gedirik də. Həmin o Bəli, həmin Xaçmaz. Xaçmaz. Keçirik, gedirik Nabrana. Bəli. Orada böyük marketlər var. Ora böyük bir şəhərdir. Çox gözəl abadlıq işləri gedib orada. Çox gözəl. Yəni ki, mədəniyyət ocağımız inkişaf eləyir. Teatr sevərlər gəlir. İndi bir balaca orada, nə bilim,
Səhnəciklər oynayırlar, tamaşa qururlar. Nə gözəl. Məşğuldular. Yəni ki, uşaqlıqdan həvəs var. Bəli, 1-ci sinifdə mən rəqsə yazılmışam, evdən xəbərsiz. Bəli. Paltar hazır olanda dedim ki, ata bəs bu qədər pul vermək lazımdır. Oy qızım, 25 rubl o vaxt. Yəni ki, rus rubli ilə. Evdə sənətlə məşğul olan? Yox. Mənim ali təhsilli atam aqronom idi. Ölənəvizə rəhmət. Ölənlərinizlə bərabər. Mamam evdar qadını olub. Bacılarım biri hesabdar, o birisilər evdar. Yəni ki, yox, bizdə yoxdur. Sənətlə məşğul olanlarımız yoxdur. Sonra müəyyən bir rəqsə getdim. Bir müddət gedəndən sonra axı bizi rayon mərkəzində, mədəniyyət evində hansısa bir tədbirə çıxartdılar. Orada əlimizi üzümüzə qatdıq. Oynaya bilmədik. İcra gəlmişdi də, katib o vaxtki katib. Qabağında rəqs eləyə bilmədik. Aləmi vurduq bir-birinə. Olmazdı o vaxt, bu qabağında rəqs? Yox, rəqs eləyirdik. Biz özümüzü itirdik. O boydan birdən-birə uşaqlar... O vaxt həya var idi də, utanmışsınız. Yox, utanmaq da deyil. O boydana zal dolu, çıx rəqs elə. Yəni həyəcanlı. Biz auditoriya görməmişdik. Biz müəllim şagird arasında elə bil ki, balaca rəqs eləyirdik 12-13 nəfər uşaq. Birdən-birə o boydana auditoriyaya çıxaq. Oynadıq, yəni ki, vəziyyətdən çıxdıq. Biz özümüz bilirdik ki, mizanlar nə idi. Onu tamaşaçı bilmir axı. Biraz müəllimdən də danlaq yedik. Ondan sonra elə bil ki, 8-ci sinifdə ucu dəqiqləşdirdim. Ki, mən incəsənətə gedəcəm. Teatr dərnəyinə yazıldım. Saçlı Məlik Məmmədova bizə, yəni ki, səhnə danışığı, səhnə hərəkəti, aktyorluq nə olan şeydir. Karifer aktyorlarımızın sənətindən, həyatından, yəni ki, oynadığı tamaşalardan danışırdı. Bizi səhnəyə öyrədirdi. Yəni artıq ilk addımlar Xaçmazdan başlayıb. Başladı. Bəli, oradan başlayıb. Xaçmaz şəhərindən, rayonundan başladı və İncəsənət Universitetinə gəldi. Bəli, İncəsənət Universitetinə gəldi. O vaxt İncəsənət İnstitutu bilirsiniz, o məkanda nə gözəl. Ora bizim üçün çox doğma, yəni yaxın, belə Malakan bağında. Yəni mən də o İncəsənətdə oxumuşam. Ora bambaşqa idi. Yəni ora mən hələ də bilmirəm, valla indi qızlar gedirlər də. Boşluqdur ora hələ. Yəni bilmirəm. Mənim üçün İncəsənət İnstitutu deyəndə indi universitet deyirik. Malakan bağındakı. Bəli, bilirsiniz nəyə görə ora? Ora tamam başqa cür bir aurası var idi oranın. Teatr var idi. Teatrşünaslar, sənətşünaslar, aktyorlar, rejissorlar hamısı bir-birinə qarışmışdı. Yəni ki, kimə hansı rol, obraz və yaxud da ki, filmə çəkilmək istehsalat idi da ora. Bəli. Hamımız bir-birimizdən bəhrələnirdik. Ona görə də ora bambaşqa bir aləm idi. Buradakı, yəni ki, aləmi yaşadıq. Bəli, onu yaşadıq. Buradakilara söz deyə bilmərəm. Mən oranı elə bil ki, qırmızı diplomla qutardım. Aktyorluğu, bəli. Sonra magistraturaya sənət verdim. Teatrşünaslıq. Biz oxuduğumuz ildə aktyorluğu bitirib, aktyorluq fakültəsində yox idi. Bəli, magistraturanı bitirmək. Biz biraz məsələni qaldırdıq ki, biz sıfırdan necə öyrənək teatrşünaslığı? Bunun da öz dəsti xətti var, bunun analizləri var, bunun tənqidi tərəfləri var. Biz necə birdən-birə duraq, nəyisə tənqid eləyək. Hərf tanımırıq, amma oçirklər yazmalıyıq. Bu məsələni qaldırandan sonra 2-ci il başladılar, yəni ki, hansı fakültəni qutarmısan, o fakültə üzrə də davam elətdirə bilərsən. Yəni ki, magistraturanı da oxudum, bitirdim və mən biraz... Teatra gəlməyiniz necə oldu? Bu teatr. İndi mən tamaşaçılara bir şey də deyim ki, bizim Xalidə xanım, yəni söhbət əsnasında biri məlum oldu ki, bizim Hüseyn Ağa mənim Atakişiyevin Gənclər Teatrında çalışıb. Mənə çox gözəl təsir bağışladı. Yəni Hüseyn Ağa mənim növbəti bir tapıncısıdır Xalidə xanım və Xalidə xanım bayaq söhbətimizdə dedi ki, orada çox dəyərli obrazlarda çıxış edib. Yəni Hüseyn Ağa müəllim sizi bir aktrisa kimi boş buraxmayıb. Bu özü artıq nə deməkdir? Bu deməkdir ki, artıq sizə verilən qiymətdir. Təbii. Yəni Gənclər Teatrına başlayıb. Mən institutda oxuyanda Gənclər Teatrının adını eşitmişdim. Amma özünü görməmişdim. Heç bir tamaşalarına getməmişdim. Yavaş-yavaş məni elə bil ki, maraq ora oyandı. Məni çəkdi. Onların tamaşalarına getdim Qurbanəli bəy. Aktyor evində. Bəli, aktyor evində o tamaşaya baxdım. Məskunlaşmışdılar, oradan tamaşalar. Bəli. Yəni ki... Qurbanəli bəy mənim də yadımdadır.
əla tamaşa idi. Yadımdadır. Dadaş Bala, Bəli. Qurbanəli bəy, sonra Vaqif Səmədoğlu'nun bir əsərdir. Bütün onlar belə kino lenti kimi gözümün qabağından gəlir. Və deyirsiniz orada baş obrazlar sizə belə. Bəli, əsas obrazlar. Ölülər tamaşasında oynamışam mən Kərbəlayı Fatmanı, İskəndərin anasını oynamışam. Mən oynamışam orada Prosper Merime'nin Carmen əsərində Doroteya, barmen qadın. Çox gözəl. Baxmayaraq ki, mənim yaşım çox azdı, 22-23 yaşlarım var idi. Mən oynayırdım 70-80 yaşında qadını. Çox çətin. Mən xarakter baxımından deməli, müdrik bir qadınsınız. Hüseyn ağa müəllim bunu hiss edib. Bəli. İçdə çox şey var. Mən teatra gəlişim belə oldu. 95-ci ildə 2-ci kursu bitirmişdim. Birbaşa Hüseyn ağa müəllimin yanına gəldiniz. Bəli. Özü götürüldü. Bəli, Hüseyn ağa müəllimin yanına gəldim. O orada nəsə bir yoxladı. Belə yoxlama söhbəti olmadı. Otağında Hüseyn ağa müəllimdə çox qəribə bir hal var idi. Bəli. O onun özünə məxsusdur. Bilmirəm başqa rejissorlar başqa teatrda necədir. Yəni Hüseyn ağa müəllim baxırdı. Birdən-birə aktyoruna böyük bir rolu həvalə eləyirdi. Bəli, bura gələn hamı elə deyir. Bəli, atırdı onu meydana. Deyir, mən bu aktyoru xırda bir rolla necə sınayım, necə tanıyım, necə açım onun iç dünyasını. Bəli, Shakespeare'in Yay Gecəsində yuxu tamaşası hazırlanırdı. Mənə də verdi Pərvanə obrazını. Çox çətin. İplər üzərində qurulmuş bir tamaşa idi. Bəli, iplər üzərində təsəvvür eləyin ki, canlı oxumalar. Aydın Əzim Kərimoğlu. İplərə dırmaşırdıq, iplərdə yellənirdik. Sonra ipdən elə bil ki, böyük bir ağac var idi. O ağaclara dırmaşırdıq, tamaşanın sonunda mahnı var idi. İnanın ki, mən elə bil ipdə sallanıram, mahnıya başlayıram. Mahnıya başlayıb oxuyuram, gedirəm səhnənin küncünə, elə bil mayallaq aşağı. Mahnını pik nöqtəyə qaldırıram. İndi bəlkə desələr onu eləyə bilmərəm. Təbii. Çünki çox qəribə bir hal yaranırdı adamda. Ki, bunu mən eləməliyəm, bunu mən oxumalıyam. Yəni Hüseyn ağa müəllimdə artıq, Hüseyn ağa müəllimin teatrında artıq başladı gözəl rollar. Bəli. İnək tamaşasında mən oynamışam ananı, Nazım Hikmətin. Nəsibə xanım oynayıb mənim qızımı. Təsəvvür eləyin. Yəni Hüseyn ağa müəllimin həllidir. Yəni ki, Hüseyn ağa müəllim. Bəli, çox. Bilirsiniz necə urra ilə oynanılırdı tamaşa, necə baxılırdı. Bəli. Vampilovun düz dedim, Ördək ovu tamaşasında Galinanı oynamışam. Qlavnadır. Baş roldu, bəli. Orada rollarınız da var məndə. O Gənclər Teatrına aiddir. Bizim gənclərə aiddir. Gənc tamaşaçılara aiddir. Yəni ki, bütün ümumi. Böyük bir spesik var orada. Bəli. Mənim elə bil ki, 50 illik yubileyimdə mən öz təşəkkürümü bildirirəm Gənc Tamaşaçılar Teatrına. Bəli, 50 illik yubileyim. Təşkil elədi teatr. Bəli. Yəni ki, imkan daxilimizdə mən Göyçək Fatma nağılı ilə. Nə gözəl, uşaq tamaşası. Bu daha maraqlıdır. Mənim üçün rolun kiçigi, böyüyü yoxdur. Martda oldu sizin yubileyiniz. Bəli, martın 5-də. Paylaşım eləmədiniz, mən görmədim. Bu il olmayıb ki. 2 il bundan qabaq. Bəli. Ardağım, hələ çox gəncsiz. Hələ nə yaşım var? Həyat 50-dən sonra. Əlbəttə ki, kamillik devrimizə gəlmişik. Daha gözəl dövrdür. 50 plus daha gözəl dövrdür. Təbii. Yəni bilirsiniz, dönüb, 50 plus qadınlar yenilməyi başa düşərlər. Dönüb arxaya baxanda bir balaca təmkinlə baxırsan. Artıq səhvlərini götür qoy edirsən. Həm də artıq həyatın hər anından zövq almağa başlayır. Çılğın deyilik. Gənclik özü bir çılğınlıqdır. Gənclik çılğınlıqdır və tez keçir. Bəli, çılğınlıqdır. Mən vaxtlarıma da deyirəm ki, sürətli keçir. Yəni bunun dadını çıxarın, yaxşı mənada. Amma indi oturub düşünürsən, götür qoy eləyirsən. Və mənə elə gəlir ki, biraz da yalnızlığa üstünlük verirsən, biraz tək qalmaq istəyirsən, biraz fikirlərim, mən bilmirəm, məndə belədir. Yəni mən vaxt olduqca nəysə tək qaldıqca, təbiətlə ünsiyyətdə olduqca sanki mənim ruhum dincəlir. Yox, tək qalmağı sevmirəm. Yəni müəyyən vaxtlar. Əlbəttə ki, hər bir insan, yox, bir var ki, elə bir insanlar da var da. Örtdüm qapını,
örtdüm qapını, oturdum. Elə bir insan deyiləm. Yenə ki, tamaşadan sonra mütləq istəyirəm ki, bir saat oturum. Mən onları deyirəm. Bir saat oturum. O pauzalar. Bəli, oturum və analiz eləyim ki, bugünkü tamaşadan nə qazandım. Bəli. Mən hər dəfə səhnəyə çıxmazdan qabaq tamaşaçını düşünürəm. Tamaşaçının günahı yoxdur ki, mən bugün xəstəyəm. İnsanlıq da, hamımız xəstələnə bilərik. Nə gözəl yanaşmadır. Bəli, uşağın heç bir günahı yoxdur ki, mən bugün o halda deyiləm, o aurada deyiləm. O gəlib sizə baxıb zövq alıb etsin, evinə nəsə aparsın. Bax, bu il elə bil ki, Madagaskar tamaşasını qurdu Nicat. Orada Gloriyanı verdi mənə. Begemodu gör. Uşaq tamaşasında. Oradan ora keçdim, buradan bura. Təsəvvür edin ki, fikirlər çoxdur. Hamısını birdən də demək olmur. Prosta beynə gəldikcə deyirəm. Orada Begemodu verdi. Allaha and olsun, mən özüm üçün oynayırdım. Bəh. Mən zövq alırdım. Begimot rolunda. Ona bir naz, bir qəmzə, bir işvə qatmışdım ki, Nayda xanım deyirdi ki, Xalidə, əladır ya. Deyirəm ki, çox sağ olun. Yəni ki, mən uşağın zövqünə oxşamalıyam. Birinci özünü sevməlisiniz. Bəli. Uşaqlarımız, aktyorlarımız deyək də, o qədər ürəklə oynayırdılar ki, xırda-xırda elə gözəl mizanlar, elə şirinliklər eləyirdik ki, çox zövq verirdi. 3 oynayırdıq, 2-1, indi baxır da seanslara. Qaraca qızda da varsınız. Bəli. Obrazınız? Orada Gülpəri. Gülpəriyəm, Orucun anası. O da yeni tamaşadır. Tamaşaçılarımıza deyim ki, Qaraca qız yeni tamaşadır. Bəli, Cənnət Səlimova ilə oynanılır. Nofəl Vəliyevin qurduğu birgə ərsəyə gətirdikləridir. Niyə Qaraca qızı xüsusi qeyd edirəm? Çünki hər bir uşaq, mənə gəl bugün bizim yaşı, mən özüm Qaraca qıza 2 dəfə baxmışam. Yəni 2 dəfə deyəndə ki, bir Almaz xanımın dövründə baxmışam. Almaz xanımdan sonra da oldu da Qaraca qız. Bu ikinci... Yox, bu üçüncüdür. Almaz xanımdan əvvəl onda olmuşdu. Mən deyim sizə də. Bir də mənə deyim. Mən Almaz xanıma baxmışam. Orada Ramiz Sərkərov da var idi. Düz deyirəm. Var idi. Ramiz ikincidə var idi. Yox, ikincidə Ramiz yox idi. Allah rəhmət eləsin, rəhmətə getmişdi. Birincidə Almaz xanım, Şəfəq xanımı. Var idi, bəli. İkinci oldu bu. Loğman Kərimovun qurduğu. Sonra Vaqif Əsədovun qurduğu Qaraca qız. Qaraca qız Vaqif Əsədovda. Vaqif Əsədovda Qaraca qız Ayşə idi, Atakişiyeva. O ikinci idi. Bu üçüncüdür. Bu üçüncüdür. Mən ona görə deyirəm. Demək, 2 rejissorun quruluşunda, Loğman müəllimlə Vaqif Əsədovun quruluşunda Püstəni oynamışam. Bəli. Ev qulluqçusunu. Bəli. İndi artıq Gülpəri. İndi Gülpərini oynayıram Qaraçılardan. Ondan da həzz alırsınız. Oy. O tamam başqa cürdür. Ona bir başqa cür yanaşıram. Demək, mən obrazı tamam hər bir xarakteri ilə əhatə eləyirəm də. Qaraçı olanda nə olar ki? Əlbəttə. Hər bir insanın ağırlığı, çətinliyi, yükü var. Əlbəttə. Biz, bax siz nə bilirsiniz ki, mən hansı ağrı acı ilə gəlmişəm? Əlbəttə ki. Efirə çıxıramsa, kimisə qarşısına çıxıram, 2 nəfərlə söhbət eləyirəmsə, mən özümə çəki düzən verməliyəm. Əlbəttə ki. Bu Gülpəri qadın da belədir. Bax, belində qoz çıxıb, beli bükülüb, qoz bel. Saçlar ağarıb, qaralıb. Yəni ki, amma özünə fikir verir, istəmir, içi də düşsün. Başa düşürsünüz? İstəmir, qrim eləyir, makyajı var, ağrısı, acısı var, oğlunun hər şıltaqlığına dözür. Həyatdakı o bəzi analar kimi də indi çoxları dərdlərini açıb deyə bilmir ki, ay mənim də oğlumun belə problemi var, elə problemi var. Yəni ki, mənim oğlumun da böyük bir problemi içki düşkünlüyüdür. Bu Gülpəri Orucdan gedir söhbət. Yəni ki, evdə gün vermir Yasəmənə, anasının günü qara, bütün qazanan pullar gedir. Amma buna baxmayaraq, yenə də onun içindəki ruh ölmür. İnsanda ölən içindəki o mən ruhdur. Bədən heç nə. Bəli. Yəni mən onu tamam başqa cür götürmüşəm. Mən mütləq baxmaq istəyirəm. Mən Mehriban xanıma da deyirəm, Qaraca qızda oynayanlar deyirəm ki, mənə heç olmasa 1-2 gün əvvəl xəbər eləyin. Mən mütləq baxmaq istəyirəm. Çünki bu mənim gəncliyimin tamaşası. Sözsüz dəvət edirəm. Bu quruluş tamam başqa cür quruluşdur. Artıq bura bir neçə nəfər gəlib, deyəsən səhv eləmirəm, Zemfira xanım da oynayır orada. Bəli. Ona da demişəm, hələ dəvət eləməyiblər. Yəni mən bilmirəm axı o nə vaxtdır da. May ayında yenə var Qaraca qız.
Yox. Yox, repertuarda yoxdur. Yox. Görməmişəm. İnşallah. Xalidə xanım, Bəli. mən bayaq tamaşaçılarımıza məlumat verdim. Yəqin ki, bizim tamaşaçılarımıza da maraqlı olacaq ki, o hansı filmdir ki, mən yəni Xalidə xanımı gördüm və doğrudan da düşündüm ki, bu aktrisanın böyük bir potensialı var. Doğrudan səmimi qəlbdən deyirəm ki, bizim bu yaxınlarda yəqin tamaşaçılar da bilir ki, efirə gedən bir serialımız var idi. Vətəndaş A serialı çox sevildi. Qurban müəllim var idi orada. Bəli, bəli, bəli. Xalidə xanım var idi. Sonra baş rolun ifaçısı Günəş Tekin Bəli. Günəş xanım var idi və Xalidə xanım orada bir müəllimə obrazını yaratdı və doğrudan da mən düşündüm ki, Xalidə xanım yəni çox maraqlı çalarlar verib bu obraza. Yəni obraz çox sərt də olsa, yəni deməzdim ki, neqativdir. Obrazın özünün də müəyyən bir xırdalıqları var, incəlikləri var ki, yəni hər kəs öz müəllimini xatırlayır. Hər kəsin həyatında belə bir müəllimə olub. Bəli. 100% olub və Xalidə xanımın da həyatında mütləq belə bir müəllimə olub ki, oradan nə isə götürüb. Xalidə xanım, bax bu obraz bir təkan verdi ki, mən sizi tanımaq istədim daha yaxından. Görürsüz, bax bir dənə film artıq belə yəni insanlar maraqlanır. Və bu filmdən sonra dediniz ki, başqa bir film də oldu. İndi ondan danışacağıq. Ümumiyyətlə bu film mənə elə gəlir ki, sizi növbəti dəfə daha böyük kütləyə tanıtdı. Səhv eləmirəm ki? Rejissorlar da yəni sizi başqa gözdən görməyə başlamalıdır artıq. Mən belə düşünürəm. Mənə gəlir belə də olacaq. Nə deyim sizə Qurban? Mən gedib kimisə qapısını döyməli deyiləm ki, gəlin məni çəkin. Bəli. Ümumiyyətlə bu rol nə verdi aktrisa kimi sizə? Aktrisa kimi mənə çox şey verdi. Elvin Rüstəmovla işləmək mənə xoş oldu. Bəli. Elə bil ki, biz bir-birimizi illərdir tanıyırıq. Aha. Bir də ki, kollektiv. Aha. Yığılan komandadakı aktyorlar. Bir-birimizə o qədər belə dəstək idik ki, bir-birimizi o qədər qəbul eləyirdik ki, ilk növbədə aktyor dinləməyi bacarmalıdır. Bəli. Eşitməsi olmalıdır. Bəli. Ki, qarşısındakı aktyor nə danışır? Bəli. Mən elə replikamı əzbərləyib cavab verməyim. Bax, bu var. Mən çox müəllimlər görmüşəm. Müəllimlər məndən inciməsin. Savadlı deməyim, diplomlu cahil müəllimlər çoxdur. Bəli, razıyam. Çoxdur, həddindən artıq çoxdur. Onların bir çərçivəsi var, oradan o tərəfi görmür. Elə onların baxdığı dünya onlar üçün böyük bir maştabdır. Yəni ki, mən çalışmışam ki, o müəllimləri göstərim. Bəli. Çünki gördüklərim də var idi, mənə danışılanlar da var idi. Yəni ki, hər birimiz məktəb bitirmişik. Bir müəlliməm var idi ki, elə qorxurdum ondan ki, bəlkə ata-anamdan elə qorxmurdum. Bəli, mən ona görə dedim, hər birimizin həyatında. Yəni ki, obrazın adı nə idi Xalidə xanım? Təranə. Təranə. Adaşım idi. Təranələr çox olub da, belə təranə müəllimələrimiz çox. Çoxdur, bilirsiniz? Ona görə, yox, burada bilirsiniz, obrazı başa düşdüm, obrazın prototipləri çoxdur, bunu bildik. Amma yəni Xalidə xanım açıldı orada, yəni Xalidə xanım yeni bir Xalidə xanımı kəşf elədik. Yəni mənə çox maraqlı gəldi. Ümumiyyətlə Xalidə xanım, bax, mənə elə gəlir ki, deyirsiniz ki, qırmızı diplomla bitirmiş, təhsiliniz çox gözəl, yəni çox savadlı xanımsınız, yəni özünə qiymət verən bir xanımlardansınız, mənə elə görürəm. Çox sağ olun. Baxmayaraq ki, ilk dəfədir görüşürük, amma mənə artıq bir təcrübəmiz vardı, təsəvvür yanı. Xalidə xanım, yəni mənə elə gəlir ki, açıq deyim ki, teatrda, yəni o qədər nə tanınıb, nə də lazım olduğu bir yerdədir. Yəni teatrda Xalidə xanımı, yəni araşdırmasan, mənə elə gəlir ki, Xalidə xanımı heç o qədər də tamaşaçı tanımaz. Yəni mütləq araşdırmalısan. Niyə Xalidə xanım bugün yəni teatrda o qədər də tanınmağa can atmır? Bunun üçün sosial şəbəkələr var, bunun üçün YouTube var, bunun üçün ümumiyyətlə çox şey var. Yəni baxırsan ki, bu dəqiqə siz də mənə bağışlayın, küçədən gələn bir aktrisa, küçədən idi, yəni ki, heç bir savadı olmayan aktrisa sosial şəbəkələrdə elə barbar bağırır ki, istər-istəməz özün gedirsən ki, görüm, araşdırım bu kimdir. Amma bu qədər savadlı, bu qədər xanım xatın bir aktrisa, amma o qədər tanınmır. Açıq teatrda o qədər tanınmırsınız, yəni tamaşaçı bəziləri kimi sizi tanımır. Yəni bunun səbəbi nədir? Olduğunuz yerdəsiz və yaxud istəmirsiniz? Olduğunuz yerdəsizmi teatrda? Teatrda olduğum yerdə deyiləm. Ruhən məncə olduğunuz yerdəsiz. Bəli, ruh başqa. Ruhən mən olduğum yerdəyəm. Amma mən cismən? Cismən yox. Mən durub hansı bir rejissora deyə bilərəm ki, mənim üçün tamaşa qur.
Aha, amma bugün artıq demərəm də. Xalidə Xeyr. xanım, artıq bugün Nicat Kazımov sizi Şahnamədə iki qadından bir obrazı Bəli. eləyibsə, artıq Mən demək olar bu uğurun başlanğıcıdır. yox, mən Nicatla yəni ki danmayım. Gənc Tamaşaçılar Teatrına birləşəndən sonra mənim silsilə tamaşalarım var Nicatla. Mən oynamışam onda. Ümumiyyətlə necə düşünürsünüz? Aktrisa yetərincə biraz suallarımızı konkretləşdirək Bəli. ki, mən istədiyim cavabı alım. Yetərincə aktrisa tanınmalıdır və yaxud ruhuna xitab eləyib sadəcə olaraq obrazını oynamalıdır. Tamaşaçı özü bilər, tanıyar, tanımaz. Hansı düşüncə? Ruhuma xitab eləmək tamaşaçının Çox gözəldir. öz borcudur. Mən hansı serialda oynamışamsa, efirdə gedən müddətdə, ondan sonra da bax indinin Bu özündə də. seriallar da çoxdur. Bir xatırlatma verin ümumiyyətlə bizim. Bax, Sir serialında Əminəni oynamışam. Bəli. Sonra oynamışam Bir Ovuc Torpaqda. O obrazın adı yadımdan çıxıb. Orada da oynamışsınız. Bəli, Bir Ovuc Torpaqda da oynamışam. Ana rolunu oynamışam. Muradına Çatan Günəşdə oynamışam. Orada da oynamışsınız. Orada da ana oynamışam. Bəli. Orada da tanınmış. Bəli. Sonra Sonra qısa metrajlı filmlər var idi. Türk rejissoru gəlib çəkirdi Naci bəy. Silsilə olaraq çəkilmişəm. Sənədli filmlərim çoxdur. Ana kanalımızda, yəni ki, Qızıl Fonddadır. Bədii filmlərim var. Çox da olmasa bir 10-a 12-yə yaxın varımdır. Bədii filmlərim. Yəni düşünürsünüz ki, ruhunuza xitab elədiniz, müəyyən tamaşaçı təbəqə sizi tanıdı, bu yetərlidir, eləmi? Təbii ki, mən durub özümü kütləyə tanıtmayacağam ki. Yox, mən durub demədim. Dedim, elələri var ki, sosial şəbəkə də bunların üçün vasitədir. Yəni Instagram var, Facebook var, yəni Telegram kanalı var. Yəni özləri hər cəhdili ilə yaşadaq baxmır ha bu. Bilirsiniz, mən Telegram kanalından istifadə eləmirəm. Instagram deyək, Instagramdır, Facebookdur. Müəyyən bir insanlar var, kütlə var, onlarla əlaqəm var, tanıyırlar, yazışırıq, söhbətləşirik. Amma mən nəyəsə can atmamışam. Nəyəsə can atmıram ki, ona verildi, mənə verilmədi. Mənə niyə? Mən deyərəm elə belə söhbət əsnasında. Mən ad söhbəti heç eləmirəm. Yəni o ad bu dəqiqə dünyada ada baxan yoxdur. Sadəcə olaraq mən deyirəm yəni ki, aktrisanın missiyası tanınmaqdır və ya ruha xitab eləməkdir. Burada iki kateqoriya var. Təranə xanım, bir söz deyim sizə. Əgər bu günləri mən hansısa bir mötəbər bir tədbirə gedirəmsə, hansısa bir yığıncaqdayamsa, mənə 1, 2, 3 nəfər yaxınlaşırsa vətəndaşlardan təbrik eləyir. Yəni ki, çox gözəl, bəli, çox gözəl. Yəni kəmiyyət yox, keyfiyyət. Bəli, keyfiyyət. Mənim nəyimə lazımdır? Mən başqa şeylər lazım deyil. O günləri vətəndaş tamaşasından çıxandan sonra cavan qrup bizim elə bil ki, arxa qapıda rastlaşdıq, görüşdük, söhbətləşdik. Deyir, 9-cu dəfədir baxıram. Deyirəm, ay nə yaxşı. Bu indi qısaldılmış varianta baxmısınız. Sizdəki maraq, istək, belə sizi cəlb eləyir. Deyir, sizin oyununuz, sizin deyəndə, yəni ki, ümumi, deyir, Xalidə xanım, sizə böyük heyranlıqla baxıram, xüsusilə baxıram. Bu mənim üçün dəydi dünyaya. Əgər 9 dəfə gəlib baxırsa, 9-unda da gözünü qırpmayıb mənə baxırsa, nəfəs almadan baxırsa, indi elə bil 2 saat yarımdan biraz çoxdur, bir hissə fasiləsiz oynayırıq. Biz necə bir nəfəsə oynayırıqsa, bizə gəlib tamaşa eləyən tamaşaçı da bir nəfəsə baxır tamaşaya. İstər bu Kod adı Vexa olsun, istər uşaq tamaşası olsun. Mənim üçün fərqi yoxdur. Böyük tamaşa, balaca. Xalidə xanım, kino ilə teatr müqayisə eləsək hansı yaxındır? Mənə teatr yaxındır. Mən sizi kinoda daha çox sevirdim. Çox qəribə. Olar. Və indi danışırıq, mən nəysə sizi belə, nəysə kinoda daha belə, necə deyim, İnşallah. Görürüm. İnşallah. Əlim yüngüldür, mənə elə gəlir ki, buradan bizim hörmətli rejissorlarımız Xalidə xanımı kəşf eləyəcəklər və doğrudan deyirəm, əgər mən rejissor olsaydım, Xalidə xanımdan çox istifadə edərdim. Çünki doğrudan da o filmdən sonra mən başa düşdüm ki, Xalidə xanımın potensial imkanı
çox böyükdür. Xalidə xanım, Bəli. Yəni bu gün tamaşalara gedirik. Bax, yenə də deyirəm, mən tez-tez tamaşalarda oluram. Yəni teatrdan elə belə danışmıram, mütləq tamaşaya baxıram. Mediada onu təhlil edirəm, əgər lazım bilirəmsə, əgər ürəyim bunu istəyirsə. Əgər yox, tamaşa xoşuma gəlmədisə, məndə belə bir xasiyyət var. İndi hamı dostumuz, tanışımızdır. Susub çəkilirəm, kənara təbrik edirəm. Yəni artıq söz demək də istəmirəm. Əlbəttə ki, müəyyən tənqidi fikirlərim varsa, o da mütləq olmalıdır. Yəni bu labüddür. Bax, indi görün, kinolar öz yerində də, indi səviyyəli kinolar, nə bilim, çıxıb ortaya, bizdə də seriallar çıxıb. Artıq bilirsiniz ki, Əqrəb mövsümü çox gözəldir. Bəli. İndi yadıma düşdükcə deyirəm, yəni bizdə də artıq seriallar çəkilir, artıq seriallar müəyyən bir kütlə qazanır. Nə gözəl. Biz bunu ancaq sevinirik ki, oturub öz serial. Məsələn, mən Əqrəb mövsümünə YouTube-da vaxtım olmasa da gecə saat 12-də olsa onun axırını baxdım və təbrik elədim Instagramda, orada burada. Yəni bu bizim fəxrimizdir. Yəni teatr öz yerində, müəyyən inkişafa qədəm qoyur. Kino öz yerində, amma teatra gəldikdə, yəni bax, indi mən çoxdandır Türkiyədə teatra izlədim, yəni bacardığım qədər getdiyim məkanlarda. İndi dünyada teatr, ümumiyyətlə görün dünyada teatr necə inkişaf edibsə, Monika Bellucci kimi bir sənətkar, bir aktrisa deyək ki, halbuki ona heç ehtiyacı yoxdur. O Maria Callas'ı yəni dünyaya mono tamaşası ilə tanıtdı. Yəni Maria Callas haqqında bir ssenari yazıldı və Monika Bellucci'nin ehtiyacı olmasa da dünya şöhrəti, deməli teatra bir tələbat var. Yəni teatr bir elitar bir məkandır, teatr düşüncədir. Yəni bizdə elə bir ki, teatrlar bir balaca, yəni məsəl üçün bizim qonağımız olmuşdu Təxminə xanım. Dedi ki, Estoniya səhv eləmirəmsə teatrına getdim, orada nələr edirdilər. Yəni teatrda artıq dəyişməlidir, mühit, məkan. Yəni artıq teatrda özünün belə, necə deyim sizə, artıq dünya çapında tamaşalar qoyulmalıdır. Bax, indi mən İradə Gözəlivanı mütləq siz də izləyin. Mən elə belə tamaşaçılara tanıtmadım. İradə xanımın Qadının tamaşası var. Çox gözəl, sevgi haqqında bir hekayədir. Onu çox gözəl ekranlaşdırmışdı, mən deyərdim. Ekranla səhnə vəhdəti, yəni və son bu musical tamaşası da, yəni artıq o da, yəni bilirsiniz, bir balaca dünyaya açılmaq istəyirik. Yəni tamaşalarımız, rejissorlarımız, yəni bir balaca dünyaya heç demirəm, elə qardaş ölkələrdən, dost ölkələrdən nə isə götürüb, artıq bunu bir balacada, yəni daha səviyyəli eləmək olar. Başa düşürsünüz? Bəli, mən sizi başa düşürəm. Bir sahədə addımlamayaq da, bir nöqtədə addımlamayaq. Sırf tamaşa qurdum, yox. Artıq tamaşaçı nə isə görmək istəyir. Yəni böyük bir rekvizit güclüdür, indi maddi imkanlara da söykənir. Amma bunun yolları var. Mən bilirəm ki, bunun effektlər var, işıq effektləri var. Bunun nəyinəsə tək rejissor istəsin. Başa düşürsünüz? Tək rejissor istəsin söhbəti deyil də. Yəni ki, biz maliyyələşirik hardan? Yox, sizə demirəm. Rejissorlara... Ümumi, yəni ki, mən teatrdan söhbət edirəm də. Biz maliyyələşirik Mədəniyyət Nazirliyindən. O da hər tamaşaya pul ayıra bilməz axı. Məsələn, Nicat Kazımovun tamaşalarında mən həmişə deyirəm, mən yazılarımda da deyirəm, bir işıq var, bir müasirlik var. Yəni darıxmırsan, mütləq Nicat Kazımovun tamaşalarından çıxırsan, İstər Leyli Məcnun olsun, istər Tanrıya 14 məktub olsun, istər Qağayı tamaşası olsun, son vaxtlar nəyəsə Qağayı görmür. Yəni bir işıq var, bir insan ruhən dincəlir. Yəni bu daha təkamülləşməlidir, başa düşürsünüz. Yəni yenidən gör necə teatr maraqlıdırsa, bütün ulduzların əksəriyyəti tamaşa oynayır. Təsəvvür edin, Aşqı Məmnunda o xanım var ha, Zərrin xanım adı, Aşqı Məmnunda oynayır, orada quvernantkanı oynayır. O xanım özü, baxın, mən onun Instagramını izləyirəm, o dünyanı gəzir ancaq tamaşalara baxmaqla. Söhbət əlbəttə burada maddiyyatdan gedir. Mən bunları bilirəm. Görürsünüz, maddiyyat var, amma maddiyyatı sərf eləmir. Gedim bahalı butiklərdən, gedim pal-paltarlam. Yox, onu sərf edir teatra və onu gətirir öz sənətinə. Bir dənə mono tamaşası ilə özü də dünyanı gəzir. Başa düşürsünüz? Yəni sənətə stavka eləmək lazımdır. Yəni sənətə maliyyə qoymaq, mənəvi cəhətdən deyirəm. Yəni maddi indi biz başa düşürük. Hamımız Azərbaycanda yaşayırıq, hamının sıxıntısı var. Bunu bilirik. Yəni müəyyən şeylər var ki, eləmək olar. Bugün yəni aktrisa olmaq üçün
gənclər üst tuturuq gənclər aktrisa olmaq üçün bax bu gün müasir sizin dövrdə, bizim dövrdə bilirik artıq nə lazım idi. Çalışmalıydın, inadkarlıq lazım idi, müəyyən çox zəhmətli yollar keçdik. Bu gün nə lazımdır aktrisa olmaq üçün? Bax baxırsınız da ətrafınıza gənclər nə lazımdır? Bu gün sözün əsl mənasında aktrisa olmaq üçün savad lazımdır. Bəli. Dünya görüş lazımdır. Ədəbiyyatdan bilgi çox olmalıdır. Ədəbi əsərlər çox oxumalıdır. Axtarışlarda olmalıdır. Amma əfsuslar olsun ki, indiki gənclərimiz bunu başa düşmür. Getdim, oxudum, diploma aldım. Model olacağım. Bu serialda çəkilərəm, o nə bilim, nə eləyərəm. Bax, onunla da olmur. O, məni pis başa düşməsin. Yüngül seriallar çəkən rejissorlarımız, yəni ki, onların ömrü, onların ömrü düzdür, onların da bir kütlə var, tamaşaçıları var. Yəni, ağıllı işlə məşğul olmaq üçün mütləq savad, istedad öz yerində olmalıdır. Valla, hər şey düzəlir. Modellikdən söhbət getmişkən bir şey də vurğulamaq istəyirəm. Yəni, aktrisa mütləq formada olmalıdır. Mən bu yaxında Akademik Milli Dram Teatrına bir tamaşaya baxdım və tamaşada aktrisa rolunu oynadı, amma forma cəhətdən heç cür səhnəyə yaraşmırdı. Yəni, o roli ki, o oynadı. Yəni, əlbəttə ki, aktrisadır, istedadı var, o öz yerində, amma aktrisalar var ki, formasını qoruyur. Ümumiyyətlə, buna necə baxırsınız? Yəni, belə bir tandem var ki, aktrisa arxa olmalıdır, yəni səhnəyə çıxır. Ümumiyyətlə, necə baxırsınız yəni buna? Aktrisalar... Məsəl üçün, formanızı qoruyursunuzmu və yaxud necə varsınızsa elə qalmağa səy göstərirsiniz? Mən necəyəm, məni elə çəksinlər və yaxud göstərirsiniz və yaxud göstərmirsiniz. Ümumiyyətlə, bildiyim qədər göstərmirsiniz. Yox. Açıq deyil. Yox, mən göstərmirəm. Nəyi göstərim ki? Niyə? Nəyəm, buyam. Niyə? Aktrisa var ki, arıqlayır, gecə-gündüz yemir, yox, mən niyə, orqanizmamı, niyə mən sağlamlığımı... Hayda xanım, mən aktrisam, mən səhnədəyəm. Sizə qurban. 60 kilo olmalıyım. Əgərləri mən bu günləri, bu yaşda səhnəyə çıxıramsa, o öz yerində. Öz hərəkətimi, sözümü, mizanımı bilirəmsə, nəfəsimi, diafragmamı normada saxlaya bilirəmsə, 3 cümləni dalbadal, dayanmadan deyib, axırıncı zala qədər çatdıra bilirəmsə, demək mən formadayam. Hətta uşaq tamaşalarında belə. Bəli, bəli. Uşaq tamaşalarında özünüz bilirsiniz, uşaqlar dəcəldir, bir yerdə durmurlar. Onlar üçün 15 dəqiqədən sonra maraqlı olmur. Biz nə etməliyik ki, onları cəlb eləyək? Yəni ki, heç olmasa bir 55 dəqiqə sakitcə durub bizə qulaq assın. Biz bunlara çalışırıq. Həm də biz elə bil ki, psixoloq rolunu oynayırıq. Həm obrazımızı oynayırıq, həm uşaqlarla ünsiyyətdə oluruq. Xalidə xanım, o baxımdan dedim ki, bugün hamı əməliyyat elətdirir. Bugün arıq olmaq, formada olmaq, gözəl olmaq da. Xalidə xanım bunlara necə baxır? Yəni, dolayısıyla... Valla kimin imkanı var, kim nə eləyir, özü bilər. İmkanınız olsaydı elətdirir? Xeyr, eləməzdim. Hər yaşın öz gözəlliyi var. Hər gözəlin bir eybi olan kimi, hər yaşda da qırış da olmalıdır. Bu öz mimikaları var, danışmalıdır. Bu dəqiqə əfsuslar olsun ki, aktyorlarımızın çox sifət dartılma, dodaqlar şişilmək, qaşlar hara baxır, gözlər bərəlib. Hələ söhbət eləyəndə deyirlər, heç nə eləməmişik. Açıq söhbət eləyirik, deyir ki, hər şey təbii. Özləri bilər, mən onların şəxsi işinə qarışa bilmərəm. Və demək olarmı ki, Xalidə xanım həm səhnədə, həm həyatda bir xoşbəxt bir xanımdır? Əlbəttə ki, hər bir işdə xoşbəxtlik var. Hər bir addımda xoşbəxtlik var. Hər anı dəyərləndirib ondan özünə pay götürməlisən və xoşbəxtliyini təmin eləməlisən. Əgər bu günləri biz özümüzü xoşbəxt eləyə bilmiriksə, o nə ola bilər? Bəli, hər şeydən pay çıxarmaq lazımdır. Xalidə xanım, bəlkə elə bir sual qaldı ki, mən onu sizə vermədim. Mən üçün doğrudan tamaşaçılarımıza da deyim, Xalidə xanımla söhbət eləmək çox xoş oldu. Onu tanımaq çox xoş oldu. Və mən buradan da bilirəm ki, bizi izləyəcəklər, sənət adamları və mən doğrudan Xalidə xanım, bax o vətəndaş A'dakı kimi belə gözəl, mükəmməl obrazlarda görmək istəyirəm. İnşallah. Mənim bir jurnalist kimi mövqeyimdir, arzumdur. Yəni,
belə potensial imkanı olan xanımlar mənə elə gəlir kənarda qalmamalıdır və onlar mütləq bu rejissorlar da tamaşaçılarla onların arasında bir köprü. Bir haşiyə çıxım, Tərənə xanım. Yəni mən özümü xoşbəxt aktrisalardan saya bilərəm. Sayıram da nəyə görə? Bu gün də yol gedəndə avtobusda, metroda mən ictimai nəqliyyatdan istifadə edirəm. Xalqın içindəyəm. Yəni ki, yaxınlaşır. Adı yadında qalmasa da obrazım bu vətəndaş Anan axırıncı deyir, siz o müəllimə xanımsınız. Görürsüz, mən deyirəm axı. Onlar sizi qucaqlayım. Bir dəfə Memar Əcəmi metrosunda qızımla gedirəm evə. Orada çox belə çaşdım. Sonradan mənə çatdı ki, obraz kimi mənə yaxınlaşıb. Mən də fikirləşirəm ki, bəlkə hansısa qohumlarımızdan da tanıya bilmirəm. Dedim, xanım, dedi, hə, mən sizin vurğununuzam. Heyif ki, dedi, bölümlər azdır, 12 bölüm. Dedim, kifayətdir. Çox olanda onun dadı duzu gedir. Mən buradan öz komandamıza təşəkkür edirəm, Elvinə təşəkkür edirəm, aktyorlarımıza, Şamil müəllimə, Şamil müəllim, dad, duz, o qədər yaxşı bir insan. Valla, yəni ki, komandamızda o şagird uşaqlardan tutmuş. Həm də çəkildiyiniz məkanda. Bəli, məkan sözsüz. Məkan özü bir canlı tablodur. Bəli, bəli. Harasına baxsan. Bir ay qaldınız orada? Mən bir ay qalmadım. Mən 10 gün qaldım, sonra getdim, gəldim. Uşaqlar qaldı. Yəni ki, onlar davamlı. Yəni o komandayla işləmək özü bir zövq idi. Əlbəttə ki. Gözəl komanda ilə hamı işləyər. Gözəl nəticələr də əldə edirsən. Bəli. Və o nəticələrində qazanan bizim tamaşaçılarımız. Bəli. Təşəkkür edirəm sizə, Xalidə xanım, necə deyərlər, teatra dəvət eləyin, tamaşalarınıza mütləq bizi, media işçilərində agah eləyin. Bu ancaq sizin də xeyrinizə olar, biz də zövqünüzə oxşayarıq. Təşəkkür edirəm gəldiyinizə görə. Mən təşəkkür edirəm dəvətiniz üçün, sizin komandaya təşəkkür edirəm. Uğurlarınız bol olsun, tamaşaçı zövqünüz artsın, çox sağ olun. Tamaşaçıların sayı artsın. İnşallah. Böyük maştablarda sizi görmək istəyirəm. Çox sağ olun, Xalidə xanım, sağ olun. Sağ olun.